Hörmətli xanım sədr, hörmətli həmkarlar və media nümayəndələri. Bugün çıxışımda şəhər və rayonlarımızda sahibsiz heyvanlarla bağlı mövcud problemləri və onların həlli yollarına diqqətinizi çatdırmaq istəyirəm. Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardıma xidmətinə müraciət edilibdir. Bu rəqəm sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım alınmır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problemlər yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu problemin həlli üçün bir neçə təklifləri irəli sürmək istərdim. Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır və yaxud sahibsiz heyvanların haqqında yeni qanunun hazırlanması çox vacibdir. Sahibsiz heyvanlar üçün mütəmadi sığınacaqlar yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər. Sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkil edilməsi də bu problemin həllinə qismən kömək ola bilər. Şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün də maarifləndirmə kampanyaları aparılmalıdır. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumatlar verilmək məqsədə müvafiqdir. Sahibsiz heyvanların problemlərin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsait sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardım göstərilməsi üçün istifadə olunmalıdır. Ən əsas isə sahibsiz heyvanlar problemi ilə hansı qurumun konkret məşğul olması mütləq müəyyənləşdirilməlidir və onların fəaliyyəti mütləq koordinasiya edilməlidir. Hörmətli xanım sədr və həmkarlar, bu problemlərin həllinə birgə səylərimizi yönəltmək, şəhər və rayonlarımızda sahibsiz heyvanların vəziyyətini yaxşılaşdırmaq üçün Milli Məclisdə ictimai dinləmə keçirilməsi ən əsas töhfələrimizdən biri ola bilər. İnanıram ki, sadaladığım addımlar sahibsiz heyvanların sakinlərimizlə birlikdə təhlükəsiz və sağlam şəraitdə yaşamasına kömək edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.